Yetkinləşməmiş bir ata-ananın evladı olmaq. Bilirsən, bu nə deməkdir? Elə bil ki, sən dünyaya gətirirlər, sonra buraxırlar Allahın ümidinə. Get, necə istəyirsən yaşa, mübarizə apar, özün bu həyatda baş çıxarmağa çalış. Ətrafındakı hamı elə bilir ki, sən ata-anan var, sənin yanındadılar. Amma gerçək necədir? Sən ehtiyacın olan anda, güvənli bir bağ axtaran anlarda, sevgi axtaran anlarda, bağlılıq axtaran anlarda, təsdiq, özünə güvən axtaran anlarda onları tapa bilmirsən. Və özünün ata-anası, özün olaraq özünü böyütməli olursan. Nəhayət, başın daşdan daşa dəyərək, çoxlu çətinliklər yaşayaraq, bəzən səhvlər edəndə onlar tərəfindən danlanaraq, yaxşı işlər görəndə afərin deyilərək böyüyürsən. Amma o ihtiyacın ki var, ata-ana ihtiyacıdır. O ihtiyacını ancaq özün qarşılayırsan. Və nəhayət, bir gün sən böyüyürsən, yetkin bir şəxs olursan. Ən ağır olanı burada bilirsən nədir? Sən yetkin biri olduqdan sonra dönüb geriyə baxanda və valideynlərinə baxanda görürsən ki, onlar hələ də uşaq qalıblar. Və sən onları böyütmək və onlara valideynlik etmək məcburiyyətində hiss edirsən. Halbuki bu sənin vəzifən deyil. Sən onların yalnızca övladısan.